Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamü ala eşrefil enbiya'i vel murselin ve ala alihi ve ashabihi ve barik ve sellim ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Rabbi zidni ilmen ve fehmen ve elhiqni bis salihin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli kardeşlerim. Aleykümselam ve rahmetullahi ve berekatuhu. Allah Azze ve Celle'ye bir daha hamd olsun. Bizleri öz zikri etrafında bir araya topladı. Hansı ki bu hal uca Allah'ın tabiri caizse eğer tebessümüne sebebiyet veren bir haldır. Hansı ki bu hal uca Allah'ın melekleri yanında kullarıyla övündüğü haldır. Hansı ki bu hal bizim bu həftə ilə diğer həftə arasındaki sabit kalmamızı berqarar edən bir haldır. Biz dəfələrlə demişik, yenə deyirik. Kardeşler, Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, son ahir zamanda imanı elde saklamak, közü elde saklamak kimidir. Ve heç bir insan tek başına kaldığı zaman bunun üstesinden gelebilmez. Nebi sallallahu aleyhi ve sellemin bütün sözlerinde olduğu kimi bu sözünde de bir hakikat var. İmanı elde saklamakın közə benzedilmesinin sebebi odur ki, köz ne kadar çətindirsə, imanı elde tek başına saklamak da o kadar çətindir. Yox, eğer bizler bir yerde olarıqsa, cemaat şəklində olarıqsa, məscidlərdə yığışarıqsa, Allah Azze ve Celle'ni beraber zikr edib ve beraber hemen meclisten kalkıp da orada elde ettiğimiz faydanı insanlara karşı sirayet ettirmeye çalışarıqsa, Rabbimiz Subhanahu ve Teala hemen orada bizim üçün sərin eləyər. Rabbimiz Subhanahu ve Teala hemen orada birbirimize ötürmədə bizleri müvəffəq edər. Ve ahir zamanda hansı ki insanlar iman üzere yatıp da küfür üzere kalkacağı o zaman bizlere isabet etmemiş olar. Ben bir şey hatırlayıram. Biz bu hadisleri zikr ettiğimiz zaman öz belə deyək şeyhlərimizlə bizə qəribə gəlirdi. Həqiqətən deyirdi ki, necə ola bilər bir müsəlman belə bir hala isabət edər. Yəni o iman üzrə yatar və küfür üzrə oyanar. Hansı ki bu vaqiədə hazırki zamanda müşahidə edirik ki, insanların qəlbləri məscidlərə, insanların qəlbləri mənsub olduğu cemaatlara, insanların qəlbləri qardaşlarına küsməyə başlayır və bu artıq insanın bu zonasını aradan qaldırır və bir vaxtdan sonra həqiqətən də sən o hala gəlirsən ki, Allah qorusun, iman üzrə yatıb küfür üzrə dirilmiş, yəni daha doğrusu oyanmış olursan. Yəni bu sənin üçün qaçınılmaz olur. Amma bir vaxtlar bu mətinləri oxuyanda bizlər deyirdik ki, ömrü boyu bəlkə də bu müsəlmana, yəni hansı ki İslam mənsubuna, cəmaata mənsub olan bir kimsəyə, məscid əhli olan bir kimsəyə isabət edə bilməz deyə düşünürdük. Amma gedişatdan görünür ki, isabət eləyə bilər. Allah qorusun bizlərdən birisinə belə, Allah mühafizə eləsin bütün müsəlmanları, bizlərdən birisinə belə isabət eləyə bilər. Çünki gedişat heç yaxşı deyil. Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, hər gələn gün gedən gündən daha betər olacaq. Və biz bunun müqabilində bir hədisi ələ almalıyıq, bir hədisi götürməliyik. Yenə Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, dünəni ilə bu günü bərabər olan kimsə ziyandadır. Anlaşıldı nə demək istəyirəm? Allahın Rəsulü buyurur ki, dünəni ilə bu günü Allaha yaxınlıq barəsində, ibadət barəsində, həsənətə artırma barəsində eyni olan kimsə ziyandadır. Yəni sən, əgər misal verəcək olarıqsa, sən dünən də 2 rükət nafilə namaz qılırsan, bu gün də 2 rükət nafilə namaz qılırsansa, Allah Rəsulü Aleyhisselatü Vesselam'ın tabiri ilə desə əgər, sən ziyandasan ey qardaşım. Ona görə sən bunu 4 eləməlisən, sən bunu 3 eləməlisən, sən bunu artırmalısan, zikir oldu artırmalısan, Quran yarısına qədər oxuduğun səhifəni bugün 1 səhifə oxumalısan, bugün 1 ayət əzbərlədin, sabah 2 ayət əzbərlə, o birisi gün əzbərləməyə bilərsən, 2 ayətli sabit qal, 2 ayəti həyatına tətbiq etməyə çalış. Çünki xeyirləri artırdıqca şeytanın hücumu insanın üzərində çoxalır. Və bunu zikr etməyimizin səbəbi günümüzü müşahidə etmək və həmən müşahidə etdiyimiz o şeylərdən tam da rahatlıq, tam da səkinət ala bilməməyin səbəbi ilə oldu. Allah Azze ve Celle bizləri tövfiq etdiyi bu yolda müvəffəq eləsin. İmam Rahmetullahi Aleyhin bizlər üçün qələmə aldığı bugünkü mövzu Riyazu Salihin kitabından dilənmədən və göz dikmədən sədəqə almaq. Dilənmədən və göz dikmədən sədəqə almaqdan qabaq bir şeyləri zikr eləmək istəyirəm. Və yenə zamana, yenə hazırki vaqiyə toxunaraq insanların yaşama hüquqları, insanların bəlirli
belə deyək, maddiyyat hüquqları qısıtlanmış üzərədir. Yəni, bir müsəlman toplumda insanlar halal dairəsini gözədərək, harama bulaşmadan qazanc əldə etmək istəyirlər və bunun üstəsindən gələ bilmirlər. Çünki niyə görə? Qaçınılmazdır ki, bundan ötürü ya böyük bir işin əvvəlində riskinə getməlisən, ya bir ətrafın olmalıdır. Və ən gözəl olan müsəlmanların bir-birinə əl tutmasıdır ki, cəmiyyət bu hala gəlib çatmasın. Cəmiyyət bu sıxıntılara, daha doğrusu bu sıxıntılar cəmiyyətə üz verməsin. Qardaşlar, Nəbi sallallahu aleyhi və səlləm yenə buyurur ki, möminlər qardaşdırlar, müsəlmanlar qardaşdırlar. Onlar bütün bir bina kimidirlər və əllərini pərçim halında bir-birinə keçirdərək onu bizlərə göstərir. Səhabənin dili ilə. Möminlər bir-birlərinə birləşmiş bir bina kimidirlər. O binanın bir daşı əski olsa əgər, o bina neyniyər, zərər çəkər. Ona görə Allahın Rasulü aleyhissalatü vesselamın dediyi bu şeyi biz qeydə alaraq bütün qardaşlarımızdan xəbərdar olmalıyıq. Ən azından ətrafımızdan. Həsən Əl-Bəsri rəhmətullahi aleyh necə deyir, qonşuluğun deyir, ölçüsünü verdilər bizə. Hansı ki, deyir, o ölçü bundan ibarət idi. 40 ev səndən öndə, 40 ev səndən sağda, həmçinin 40 ev səndən solda və səndən arxada olan kimsələr sənin qonşularındır. Biz də böyük bir geniş, böyük bir kütlələrə çatmaq üçün demirik bunu. Sadəcə olaraq öz ətrafımızda olan qardaşların durumu ilə maraqlanmalıyıq. Çünki həqiqətən sənə bir sıxıntı üz verirsə, sən mömin olaraq birinci Allahın sənə yazdığı qədərdən şikayətlənmədən öncə sən düşünməlisən ki, mən hansısa sünnəti tərk eləmişəm. Ondan sonra düşünməlisən ki, mən hansısa əlaqələrdə bərpa edici və qoruyucu deyiləm. Məsələn, bunu yaxın bir qohumuma bu zaman, bu dönəmdə xatırlatdım, öz qohumları ilə əlaqəni kəsməyə başlayırsan. Nəinki onlardan bir xəbər olmaq, onlardan ümumiyyətlə xəbər almamaq onun üçün xoş olmağa başlayır. Və dolayısıyla onun halından maraqlanmadığından dolayı onun hal-hazırda miskin olduğunu da bilmir. Onun ehtiyac sahibi olduğunu da bilmir. Onun insanlara əl açıb dilənəcək vəziyyətə gəlib çıxdığını da bilmir. Və bu xüsusda sinifdə qalmış olur. Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, kim qohumluq əlaqələrini gözədərsə, Allah onun ömrünü uzadar. Allah onun ömrünə bərəkət verir. Və bizim bugün laqeyd yanaşmağımızdan dolayı bizim qohumlarımız, yaxınlarımız, yaxın qardaşlarımız, yaxın çevrəmiz bəlkə də içlərindən elələri var ki, o səviyyəyə gəlib çatıb, amma bizim bundan xəbərimiz yoxdur. Sadəcə olaraq izzət sahibidirlər deyə tənəzzül eləmirlər özləri söyləməyə. Özləri tənəzzül eləmir bunu söyləməyə. Və dilənmədən istəmək. Əslində İmam Rəhmətullahi aleyh mövzu ilə bağlı bir dənə hədis qeyd edib burada. Və geniş bir hədisdir. İmam Rəhmətullahi aleyh buyurur ki, hədisi rivayət edir ravisindən. Ravisi Salim bin Abdullah bin Ömər, atası Abdullah bin Ömərdən, o da Ömərin özündən radiyallahu anhumadan rivayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm hərdən mənə qazilik bəxşişi verirdi. Mən də ona, bunu məndən daha kasıb, ehtiyac içində olan birinə versəniz, yaxşı olardı, deyərdim. Bax, qazilik bəxşişi alır, yəni hökm çıxaran, hökm verən, Quran, sünnə ilə hökm edən kimsənin vəzifəsini icra edir və Allah Resulü Aleyhisselatü Vesselam bundan dolayı ona bəxşiş verir. Bəxşiş verir və deyir ki, bunu məndən daha kasıb, daha ehtiyacı olan birisinə versəniz, yaxşı olardı, deyərdim. Və Rasulullah sallallahu aleyhi və səlləm ona belə cavab verir. Deyir, sən bunu götür. Göz dikmədiyin və istəmədiyin halda sənə gələn belə malı al. Öz malını et, istəyirsən ye, istəyirsən sədəqə ver. Lakin belə olmayan bir malın ardınca düşmə. Yəni bu nəyə göstərir? Allah Azza və Cəllənin keçən dəstədə dediyimiz kimi sənin üçün təqsim etdiyi, tasarruf etdiyi bəzi şeylər var. Sənin üçün mülkündən ayırdığı. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bunları al. Sənə çatmayanın isə arxasıca gözünü dikmə. Onun arxasıca şəriət müstəvisindən çıxmağın bahasına olsun, qaçma, getmə.
Onsuz da sən nə qədər qaçırsan qaç, sənin çatacağın nəsibindən başqa bir şey deyil ki, bu bariz bir aksiomadır, bariz bir nümunədir. Yəni, heç kəs öz nəsibindən başqa bir şeyə çata bilməz. Bax, Nəbi sallallahu aleyhi və səlləm ravinin bizə rivayət etdiyi bu hədisdə deyir ki, göz dikmədiyin və istəmədiyin halda. Demək ki, Allahın Rasulü aleyhissalatü vesselam bir şeyləri müşahidə edir. İnsana bundan dolayı kiçik də olsa bir vəzifə verir. İnsanın izzətindən xəbəri olduğundan dolayı, məsəl üçün, sən bu 2 dənə çobana yarım saat bax, onların necə vəzifəsini icra etdiyini, hansı ki, belə bir vəzifəyə ehtiyac yoxdur və yaxud da sən falan kəsin keçidən süd sağmasına nəzarət elə, hansı ki, yenə belə bir vəzifəyə ehtiyac yoxdur, icrasına ehtiyac yoxdur. Nədən dolayıdır bu? Allah Rasulü aleyhissalatü vesselam ona bir şeylər vermək istəyir. Ona bir şeylər vermək istəyir. Onun ehtiyac sahibi olduğunu bilir. İzzətinə toxunar deyə ona açıqdan gətirib belə bir şey vermir. Çünki xarakterindən, xislətindən, fitrətindən özünü göstərməsi adına xəbəri var. Ondan bir şeyləri bölüşmək istəyir. Və bundan dolayı ona bir şeylər tapşırır, bir xidməti icra eləməsini istəyir ondan. Ki ona nəsə versin, onunla nəsə bölüşsün. Və burada Ömər radiyallahu anh deyir ki, məndən daha ehtiyacı olan kimsələr var. Demək ki, həqiqətən də müşahidə olan insan müşahidə edilən kimidir. Həqiqətən də izzət sahibidir. Özü ehtiyacı olduğu halda qardaşının nəfsinə tərzih edir. Allah Rasulü deyir ki, sən bunu götür. Göz dikməmsən hansı ki bunu. Göz dikməmsən və istəməmsən. Bu artıq sənin malındır. Və istədiyin kimi ye və yaxud da istədiyin kimi sədəqə verə bilərsən. Qardaşlar, əslində mövzumuz yenə qeyd edirəm. Bir hədisdən ibarətdir. Müəllif bir hədis qeyd edir. Bunun bərabərində bir də qissə danışıb Allahın izindən ondan sonra sual-cavaba keçərik inşallah. Bir gün Həsən radiyallahu anh rivayət edir ki, atamla deyir, bazara getdik. Bazarda deyir, bütün əsnafın, yəni bütün satıcıların qabağında məhsulların çeşidləri bol şəkildə idi. Yalnız bazarın ağzında tam girəcəyində. Bir kimsənin qabağında bir dənə məhsul var idi. Biz bilirik ki, bazarlar açıq bazarlardır və gözlə müşahidə ediləcək qədər tam bir aydın ortalıqdadır. İctimaiyyətə açıqdır bizim dildə desək. Deyir, atam deyir, ayaq saxladı, deyir. Əli radiyallahu anhdan danışır, deyir, atam ayaq saxladı o kimsənin qabağında. Və ona bir neçə suallar verdi. Mən baxdım ki, ticarətlə bağlı. Onunla ticarət etmək istəyir və bununla bağlı suallar verir ona. Dedim ki, atacan, deyəsən sənin bazarın daxilindən xəbərin yoxdur. Fikirli olmuşsan, görməmişsən. Hansı ki, orada əsnaflardan elə kimsələrin qabağında deyir, mallar var ki, bol və çeşidlidir, deyir. Sən burada tapa bilmədiyini, orada tapa bilərsən. Amma söhbətdən xəbəri yoxdur, deyir. Həzrət Əli, əyəqin niyə görə saxlayıb o insanın qabağında? Bilmir. Əli radiyallahu anh deyir ki, Həsənə, oğlum dinlə. Və bizim onunla aramızda olan diyalogdan nəsiyyət al. Burada nəsiyyət al tərəfi biz Əli radiyallahu anha natiq-i Quran kimi baxsaq, biz Əli radiyallahu anha arif bir kimsə kimi baxsaq, burada nəsiyyət alı özündən demir, məndən nəsiyyət al demir. O insanın halından nəsiyyət al demir. Qarşı tərəfin halından nəsiyyət al ki, indi birazdan eşidəcəklərin sənin üçün öyüd olacaq. Deyir, bu malını nə qədəyə satırsan? O mala bəlirli bir qiymət deyir. Hansı ki, o malı bazarda ondan daha ucuza satanlar var. Artıq Əli radiyallahu anh bilir, o ticarətçi deyil. İnsanın müəyyən bir ehtiyacı var. O ehtiyacını aradan qaldırmaqdan ötürü evindən şəxsi əşyasını çıxardıb, bu istər qida olsun, istər əşya olsun. Və o həmən ehtiyacını ödəməkdən dolayı o əşyanı satır. Anlaşıldı nə demək istəyir? Və Əli radiyallahu anh bundan xəbərdar olur.
necə xəbərdar olur? İnsanın duruşundan xəbərdar olur ha. Bilmir gedişatı. Və deyir, nə qədər istəyirsən? Deyir, bu gün mən malımı bu qiymətə satıram. Deyir ki, bəs bazarda bundan daha ucuzu var axı. Bu malı bazarda daha ucuza tapmaq olar. Deyir, Allah ticarətinə bərəkət versin. Mən sənin önünü kəsmirəm ki. Bismillah. Allah sənin üçün asanlaşdırsın. Get tap. Mən malımı bu qiymətə satıram. Və Əli radiyallahu anh onlar nə qədər ehtiyacının olmağını soruşsa da, o, mənim xüsusi bir ehtiyacım var demir. Və həmən söylədiyi qiymətə o malı ondan alır. Hətta bir rivayət var, o həmin qissə ilə bağlı. Daha da artıq verir. O deyir ki, mən malımı bu qiymətə satmıram. Satmıram. Əli radiyallahu anh ona deyir ki, Allah deyir, sənin ehtiyacını ödədi və səni əlavə ruziləndirdi. Bunu Rəbbindəndir, Rəbbindən qəbul et. İzzətli duruşundan dolayı. Baxın, belə insanları tanımalıyıq, belə insanları bilməliyik. Bu şəkildə insan olmalıyıq. Bu şəkildə qəlbə, bu şəkildə duyğulara, bu şəkildə fəhmə sahib olmalıyıq. Yenə deyirəm, yəni həqiqətən bilmək olmur ki, kimin qəlbi nə ilə sənlə yaxınlaşacaq? Heç vaxt bilə bilmirsən. Ona görə də başqasının malına və yaxud da başqasının sahib olduğu, olacağı, niyyətləndiyi şeylərə göz dikməmək adına da Allah Resulü Aleyhisselatü Vesselam'ın söyləmiş olduğu şeylərə baxacaq ki, insanlar şükr etmələri səbəbilə, daha doğrusu insanlar şükr etsinlər deyə daima özlərindən aşağıya baxacaqlar. Yəni, sənin sahib olduğun şeylərə kiminsə sahib olmadığını göz önündə tez-tez bulunduracaqsan. Miniyin yoxdur mu? Ayağı olmayanlara baxacaqsan ki, məni daşıyan ayaqlarım var. Ayağın yoxdur mu? Daha ən aşağısını deyirəm də, mən qapını bağlayıram orada. Ayağın yoxdur, arabası, əlin arabası olmayana baxacaqsan. Çünki nə qədər aşağı baxsan, o qədər təvazükar olasın. Nə qədər aşağı baxsan, o qədər şükür edəcəksən. Nə qədər şükür etsən, Allah subhanətə Allah dərdlərini sənə o qədər görünməz qılacaq. Çünki şükürün vermiş olduğu qarşılıq qəlbin birinci zənginliyidir. Keçən dərsdə zikr etdik. Qəlb toxluğu deyilir onunla. Və ona səkinət əlavə edilir. Yəni, rahatlıq. Qəlb artıq tətmin olur, rahat olur. Gözün özündə, zahirində heç bir problemi görməməyə başlayır. Və hətta bundan dolayı başlayırsan artıq şükür eləməyə. Ki, ya Rabbi, bəlkə də ayaqlarım tutsaydı, sənin üçün yox, iblis üçün addımlayazıydım. Əgər özündən yuxarı baxmağa başlasan, insanların əllərində, oğuzlarında olana göz dikməyə başlasan, bundan dolayı sənin şükrün azalır. Və şükrün azaldığından dolayı imanında sarsılma baş verir. Və imanında sarsılandan sonra heç bir şeydən dad almazsan və dad almadığın şeyi bir müddətdən sonra tərk edirsən. Allah Azze ve Celle Nisa suresində buyurur ki, Estağfirullah. Mə yef'alullahu bi'azabikum və in şəkartum və əməntum. İman etdikləri və şükr etdikləri halda Allah onlara niyə əzab etsin ki? Demək ki, şükürsüzlüyün birbaşa qarşılığı nədir? Əzabdır. Allah Azze ve Celle şükr etmək imana baxır. İman etdikləri və şükr etdikləri. Demək ki, iman edənlərin xisləti, kimlərinsə əlində oğuzunda olana, ona verilməyənlərə göz dikmək yox da, özünün sahib olduğu şeylərdən dolayı Allaha şükr etməkdir. Və Allah Azze ve Celle'dən daima biz bir şey niyaz edirik ki, Rəbbimiz bizə verdiyi şeylərdən dolayı ona haqqıyla şükr etməyə bizə nəsib eləsin. Və bizə verməməkdə tasarruf gördüyü o şeylərdən də dalıyıca gözümüzü tikməkdən bizləri mühafizə eləsin. Biz bu gün nümunə olaraq ümmət coğrafiyasına baxsaq görərik ki, insanlar əllərində, oğuzlarında heç bir şey olmadıkları halda imanlı şəkildə ölmələrindən
şəhid olmalarından dolayı Allaha şükür edirlər. Acıq, amma sevincimiz odur ki, deyir, Allah bizi deyir, imanlı şəkildə canımızı alacaq, deyir. Nəfsimiz deyir, Allahın rızası fi səbilillah uğrunda ölümü dadacaq. Allah Azza və Cəllə belə böyük şükrün sahibi olmağı nəsib etsin bizlərə. Allah Azza və Cəllə hər birinizdən razı olsun. Subhanək Allahumma və bihamdik və nəşhədu və la ilahə illə ənt və əstəğfiruka və ətubu iləyh. Və əxiri və dəvana elhamdülillahi rabbil ələmin.